1 manat aliment ödəmir. Məhkəmədə də qeyd etdi ki, mən işləmirəm, mənim pulum yoxdur, aliment ödəməyə imkanım yoxdur. Xəyanəti bağışlamaq olmaz. Orada da kommentlərdə biraz artıq əski yazırlar. Orada demək istəyirəm ki, tanımadan, bilmədən çox xahiş edirəm. Heç kimi günahlandırmaq lazım deyil. Şəkillər var, tanımadığım oğlanlardır, başa düşdün. Ay, все, ondan sonra həyat yoldaşının üstünə silahla hücum edən insanın böyük ehtimal ki, psixoloji problemi var. Məhbalı Aytan Zakir qızı. Mən ilk öncə dünənlərim bildirim ki, o reportajı görəndən sonra birinci növbədə mən o məsələyə toxunmaq istəyirəm ki, güya xəyanət var ortada. Xəyanətdən söhbət gedə bilməz. Sentyabr ayının 17-i siz bilirsiniz ki, boşanmaya ərizə verəndə 2 ay, 3 ay təxmini mediasiya prosesi gedir və sonra məhkəmə 3 ay müddət verir. Həmən 5-6 ay ərzində bu insan dəfələrlə məndən barışmaq istəyib. Mən qəbul eləməmişəm. Sonuncu dəfə 17 sentyabr, yəni keçən ay bizim sonuncu məhkəməmiz olub. Biz boşanmışıq rəsmi olaraq. Həmən günü belə bu insan gəlib, boşanmaq istəmirəm, barışmaq istəyirəm bildirib. Yəni mən bunu elə belə danışmam. Siz özünüz bilirsiniz ki, məhkəmədə video lentə alınır, yəni hər bir şey. Təqdim edə bilərəm oradan götürüb. Xəyanətdən yəni söhbət gedə bilməz. Mən o insan haqqında pis bir şeylər bildirməyəcəm. Ona görə yox ki, onun mənfi xüsusiyyətləri yoxdur. Mənim övladlarıma görə. Yəni ondan fərqim var, başa düşürsünüz. Qaldı ki, mənim onun qızıllarını ələ keçirtməyim, onun evini ələ keçirtməyim. Bunlar hamısı yalan söhbətlərdir. Heç birini qəbul eləmirəm. Mən sentyabr ayının 25-də 2024-cü ildə mediasiyaya müraciət eləmişəm boşanma ilə bağlı. Bunun da xəbəri olub. 27 sentyabrda, həmən ilin 27 sentyabrda, yəni 2 gün sonra bu insan mənə Turanbankla bağlı Turanbankın işçisi var Səməd bəy. Onunla danışıb mənə gendavenis verib. İminli qızıllara görə. Yəni o qızıllar mənim deyil. Aytan xanım özü götürsün, istəyir ödəsin, istəyir ödəməsin, özü bilər. Və mən o zaman 300 min dəyərində deyil, 100-150 min dəyərində qızıldı. O qızıllar da nə mənim, nə onundur, mənim ailəmindir, bacımın, anamın, gəlinimizin, belə deyim. Onlara banka qoyub biz iş görürdük. Yəni bu işi aparan da, bu işi görən də mənim bacımdır. Bacım sadəcə xaricdə yaşadığı üçün burada onun işini mən aparırdım. Anatoliyanın heç nə xəbəri yox idi. Hətta orada bildirir ki, güya biz Lombarddan batmış qızılları alıb bərpa eləmişik. Əsla elə deyil. Mənim işlədiyim yerləri mən sizə göstərə də bilərəm, sübut eləyə bilərəm. Qara evdir, neftçilərdir, gənclikdir, Sumqayıt Univermağıdır. Hər yerlə mən işləyirəm. İddia var ki, qardaşınızın adına keçirmişəm. Qardaşımın adına keçirmişəm, çünki bu insan mənim təzə ailə quranda mənim adıma olan maşınımı aşırtdı, ödəmədi. Bankda mənim adıma problem yarandı. Bugünkü gündə də mən heç bir şey öz adıma eləyə bilmirəm. Evdə də həmçinin formal olaraq bunun xalasının adına keçib, bütün sübutlarım var. Xalasının əl yazısı var polis bölməsində. Azərbaycan dilində səlist bu iki insan da danışa bilir. 50 ildə onun xalası Azərbaycanda yaşayır, özü də burada doğulub, böyüyüb. Bu insanlar hər ikisi Azərbaycan dilində səlist yaza da bilir, danışa da bilir. Və yazıblar, izahat veriblər. Bugünkü gündə vəkil onları nə başa salıbsa, bugünkü günə məhkəmədə qeyd edilir ki, xanım, mən Azərbaycan dilində bilmirəm, o izahatı mən yazmamışam. Yaxşı, Azərbaycan dilində danışa bilməyən insan necə Azərbaycan əlifbası ilə o boyda izahat verir? Həmən əl yazıda ekspertizaya göndərmiş hamısını. O ev mənim bugünkü gündə mən sizə göstərdim. O ev, baxın, o ev bunun adına formal olaraq keçdiyini bu xanım özü izahatında bildirir. Baxın, bunun əl yazısıdır. Burada. Sizə də göstərdim. Burada tədqiqatçı kompüter sistemi ilə onların əl yazısını keçirdi. Bu insan xanım İrina, Sumqayıt şəhərində 4 nömrəli məktəbdə ibtidai sinif müəlliməsidir. Serebryakova İrina Valeriyevna. Bu insan özü etiraf eləyir ki, Aytan xanımın evi, yəni mənim anamın evi mənə formal olaraq keçib. Və Aytan xanımın mənə 30.001, 13.001 manat borcu var. Haçan mənim borcumu qaytararsa, mən bu evi geri qaytararam. Bugün amma məhkəmədə, xeyr, mənim ona, əgər borcum varsa, mən necə sənət sünətlə, sübutla danışıramsa, çıxsınlar, sənət göstərsinlər, sübut göstərsinlər. Başa düşürsünüz? Mənim evimə, mən evdən qaçmamışam, məni evdən çıxardıblar. Bir dəst paltarla, övladlarımı da, məni də evdən çıxardıblar. Qapıya başqa zamaq vurublar. Mən evimə girə bilməmişəm ki, hətta paltarlarımı belə götürüm. Buna dair mənim ərizəm də var. Mən heç bir burada sözü, cümləni sübutsuz danışmıram. Hər birinə dair mənim ərizələrim var. Mən müraciət elədim polis bölməsinə ki, ən azından mən paltarlarımı, övladlarımın paltarlarını götürə bilim. Mənə icazə vermədilər. Məhkəməyə vermişəm, qarşı tərəf də vəkil tutub, mən də vəkil tutmuşam. Burada məqsəd var. Bunların bu şey eləməkdə məqsədi alimentdən mənim imtina eləməyim. Evimə də yiyələnib, maşınlarıma da yiyələnib. Evimə deyəndə mənim anamın evidir.
Başa düşürsüz? Bəli, mənim anamın evidir. Bütün sənədlərimizdə var. Bütün orijinal sənədlər məndədir. Əgər ev onlarındısa, niyə orijinal sənədlər məndədir? Etibarnamə ilə, dələduzluqla mənim anam etibarnamə özüm yataq rejimində olduğuma görə sizə mən izah elədim. Mənim anam onun adına göndərdi ki, evi mənim adıma keçirdək, propiskaya düşüm, qeydiyyata düşüm. Bunlar şəklini də göstərə bilərsiniz. Baxın. Bunlar xala-bala. Alqı-satqı bunların ikisinin arasında olub. Baxın. Xala-bala. Bunlar ikisinin arasında olub alqı-satqı. Mənim anamın heç bundan xəbəri də olmayıb. Və 15 illik bu insan... Bu proses nə vaxt baş verir? 2021-ci ildə. Siz boşanmaya nə vaxt vermişdiniz? 2024-cü ildə. Boşanmadan öncə olub bu söhbətlər. Bu qadın İrina Valeriyevna mənim yoldaşıma, keçmiş həyat yoldaşıma etibarnamə verib 15 illik ki, bu iminli bu mülklə bağlı. Yaxşı, səni oğluva, bacığın oğluna etibarnamə verirsən. Niyə bütün mülkünə vermirsən, iminli bağ evinə görə verirsən? Burada 15 illik etibarnamə verir ki, banka da qoya bilərsiniz, sata da bilərsiniz. Nə istəyirsiniz bu evlə bağlı özünüz bilərsiniz. Burada ərizə verib mənim qaynanam İrina Valeriyevna Seribyakova. Mənim ailəm, ancaq mənim ailəm, övladlarım və mənim yoldaşım, mən ora qeydiyyata rahat düşə bilirik. Heç bir İrinanın heç bir iştirakı olmadan. Biz də ekspertizaya göndəririk ki, o ev 20 ilin bəlkə də evidir. Bu qadın deyir ki, mən 3 ildir. Mən oranın alanda torpaq almışam. Heç bir ev olmayıb orada. Mən tikdirmişəm. Dünən reportajda görəm oğlu deyir ki, bu evi mən əllərimlə tikmişəm. Mən başa düşmədim. Bunun xalası deyir, ev yox idi. Evi mən tikdirmişəm. Balası deyir, ev var idi. Mən remont elətdirmişəm. Hərəsi bir söz danışır. Bunların heç bir danışığı bir-birinə üstə düşmür. Mənzili niyə veriblər Simanınız? Mənim yoldaşıma verməyib. Anam etibarnamə göndərib. Əməliyyat olduğu üçün, Gəncədə yaşadığı üçün mənim anam etibarnamə verdi ki, ev mənim adıma keçirilsin. Başa düşdünüz? Bu insanlar da göstərdim sizə. Xala-bala gediblər, mənim adımda güya problem olduğuna görə öz adına, öz xalasının adına keçirdi planlı şəkildə və mənə də bildirdi ki, xalam 15 illik etibarnamə verir, heç bir yəni problem olmayacaq. Biz nə istəyirik, onu da eləyəcəyik. Bu mənim ailəm olub. Mən buna necə inana bilməzdim ki? Mən nə bilərdim ki, bugünkü gündə bu beləncə hərəkət eləyəcək? Çok açdım, gördüm şəkillər var, tanımadığım oğlanlardır, başa düşdün. Ay, все, ondan sonra Bu şəkillər doğrudurmu? Həqiqətən də yoldaşınız o şəkilləri görübmü? Yəni bu proses necə baş verir? İlk öncə onu bildirim ki, bizim 2 avtomobilimiz olub. Biri böyük, biri balaca. O avtomobillər niyə onun olur ki? Əgər biz ailəli dövründə almışıqsa, bu avtomobillər onun və mənim sayılır. Düzdürmü? Mənim maşını saxladığım yerdən gəlib maşını götürüb, şəkillər əgər varsa, mən çox xahiş edirəm, siz ondan tələb eləyərdiniz, həmən şəkilləri efirə versin. Əgər mən o şəkillərdə varamsa, bunlar sadəcə iddiadır, bunlar sadəcə böhtandır. Əgər elə bir şəkillər varsa, gətirsin, təqdim eləsin. O mənə demişdi ki, elə bir şəkilləri məhkəməyə də, videolar var ki, bunun əlində məhkəməyə təqdim eləyəcək. Mən məhkəməyə üzü açıq, anlaşıq getmişəm. Amma o insan nə video gətirib, nə şəkil gətirib, ki, övladlarımı məndən alacaqdı. Mənim övladlarım mənə verildi. Çünki heç bir sübut əsas yoxdur. Sadəcə bu insan danışır. Şər böhtan atır. Bir xəyanət etmişsiniz. Xəyanət etmişəmsə, 17 sentyabrda boşanmada bu insan niyə gəlib mənlə barışmaq istəsin? Siz bir özünüz düşünün də. Sizin ondan boşanmanızın əsas səbəbi və... Əsas səbəbi, yəni şəkilləri sizə göstərə bilərəm. Şiddət, dəhşətli dərəcədə içki, yıxılana qədər içki, silah. Onun silahı var idi. Məni bu illər ərzində... Baxın, belə deyim, mənə sual verirlər. Pis idisə, niyə 16 il dözmüsən? Mən qorxmuşam. Çünki evdə 2 dənə silah olub. Birini ona dostu Fərid var idi, atası Bəzir var idi. Rəhmətə getdi. Fərid vermişdi ona o silahı. Yəni Bakıda yaşayır həmən şəxs. Birini də evlərindən götürmüşdü. Həmən Seribyakova İrina Valeriyevnanın qaldığı 6-cı mikrorayon mənzil 25, bina 25-dən oradan götürmüşdü. Hətta o dəfələrlə bizim evdə o silahı atanda mənim övladlarım çox qorxurdular. Mənim uşağım travma yaşayıb ona görə. Ağlayırdı ki, eləmə, mən qorxuram. Onunla məni qorxusurdu, uşaqlarımla məni təhdid eləyirdi. Yəni, bir qadın silahdan təbii ki, qorxar. Və biz boşanma ərizəsi yazdım. Mən boşanma ərizəsi verəndə bu insan aparıb, mən bildiyimə görə, Qoşqar adlı vəkili ilə aparıb silahı Qoratdelə təslim edib. Mən daha oralarını dəqiq bilmirəm, təslim edibmi, etməyibmi, mən ondan maraqlanmamışam. Bu proses hər gün baş verirdi, yoxsa ara-sıra? Tez-tez. Yəni, içki hər gün var idi. Belə deyim də, 40 yaşında bir qadın 3 uşağı ilə əgər evindən çıxırsa, burada tutarlı səbəb olmalıdır. Başa düşürsünüz? Yəni, elə belə heç bir xanım yaxşı yerindən heç ara getmir.
Mənim qonşularım şahiddir. Mən qəbul etmirəm. Qəbul etmir, mən sizə yenə deyirəm, mən danışdığım hər bir cümlənin sübutu var. Sizi tez-tez döyməsinin səbəbi nə idi? İçki içirdi, mən də deyirdim, niyə içirsən? Məsələ budur. İçki içməyinə etiraz edir. Əlbəttə ki, mən 3 qız övladı böyüdürəm. Niyə mənim qapımı sabahsı gün onun kimisi döyəcək? Niyə mən dözməliyəm? Mən dözürəm, uşağım dözmür. Artıq uşağım dedi ki, bəsdir. Bəs uşaqlarınız necə atasını axtarırmı? Uşaqlarıma deyir ki, 10 dəfədən bir dəfə bu cavab verirlər. Əsla elə deyil, onu da sizə göstərəcəm. Mənim uşaqlarım pastayan onunla əlaqə saxlayıblar. Gəlmək istəyiblər, gah deyib mən Bakıdayam, evdə deyiləm. Yəni özü uzadır. Baxın, 3-4 gündür mənim kiçik, ən balaca övladım onu deyib durub. Amma götürmür də, götürmürsə mən məcbur eləsi deyiləm ki, uşağı götür. Ayıldım ki, qabaqda 3 dənə oğlan, bir dənə qız, qadın. Böyle 2 addım atmaq istəyəndə arxadan vurdular. Bu məsələ nə dərəcədə doğrudur bu iddia? Mənə polis bölməsinə zəng gəldi ki, Anatoli bəy xəsarətlər alıb, bunun sizlə əlaqəsi varmı? Mən təbii ki, bildirdim, yoxdur. Məni çağırdılar ora izahata. Mən getdim, bu şəxs iddia elədi ki, dün amma reportajda onu bildirməyib. Çünki yalan danışır deyənə bugün danışdığı sabah yadından çıxır. Orada ərizəsində bildirib ki, mən onu döydürmüşəm 3 nəfər şəxslə, məni də özü görüb. Yəni onu dəfələr ona sual verdilər. Bu xanımı orada görmüsənmi? Bildirdi ki, bəli, görmüşəm. Xanım yəni oradaydı. 8700 ki, onun paltosunun cibindən biz evin içindən pul götürmüşük. Mənim iş dəftərimi götürmüşük, halbuki iş dəftərini sonradan özü mənə göndərib. Onun paltosu yoxdur, o kurtka geyinir. Paltonun cibində 8700 manatı bizim götürdüyümüzü iddia elədi. Mən də sübut elədim orada. Mən həmən günü, həmən saatlarda ad gündə olmuşam, hansı restoranda olduğumu polis bölməsində, bilmirəm o hansı polis bölməsidir, polis bölməsində bildirdim. Və bunun yalan danışdığı ortaya çıxdı ki, yəni sən xanımı görmüsənsə, necə görmüsən, xanım restoranda həmən saatda ad gündə olub, həmən saatlarda. Başa düşürsünüz? Bir də mənim ora girməyim qeyri-mümkündür. Ora 3 tərəfdən qonşularla aid olunub. Bir də yoldan darvaza hündürdür. Mən oradan necə qadın, yaxşı kişinin dedi yoxbana bildi. Qadın necə yoxbana bilər o zabordan? 2 metrəlik hündür zaborlardır. Mən oradan necə yoxbanıb girə bilərəm? Və bununla nə əldə eləyəcəm ki mən? Niyə özümü problemə salım? Mən zaten qanuni şəkildə vəkil tutub, mən işimi məhkəməyə vermişəm, məhkəmə. Bunlar görürlər ki, artıq uduzurlar, artıq bunların yalanları üzə çıxır. Bunlar artıq belə şər böhtana keçiblər. Yəni bizim 2 dənə avtomobilimiz olub. Kia Muxavi markalı, Bakıdan Pərviz adlı şəxsdən almışıq. Bir də Hyundai Elantra markalı, Elşən adında bunun dostundan almışıq. Dəyəri, hər ikisinin dəyəri, ikisi bir yerdə 100 min dəyəri var. Bu maşının birini mən sürürdüm, birini bu sürürdü. Və bu mən boşanma prosesində bu insan maşını məndən akkumulyatordan ayırdı ki, mən maşını sürə bilməyim. Mən maşının akkumulyatorunu birləşdirdim, maşınımı sürdüm, getdim. Mən öz maşınımı niyə qaçırdım, niyə oğlum? Əgər biz ailəlik dövründə bu maşınları almışıqsa, niyə onun sayılır, niyə mənim sayılmır? Niyə biz ikimiz qızıl işi ilə məşğul uyduq deyir, amma maşınlar mənimdir deyir. Maşınlar ailənin olubdur. Məndən o salonda saxlamışam, düşüb getmişəm, gəlmişəm ki, maşını götürüb aparır. Mən də vermişəm məhkəməyə, məhkəmə qiymətləndirmə çıxardır, maşının yarı pulu mən ödənəcək, hər iki maşının yarı pulu mən ödənəcək, qanuni olaraq. Evlilik müddətində alınır? Əlbəttə. 2 maşın, o bir maşından danışır, amma 2 maşındır. Yoldaşınız aliment ödəyirmi indi? Xeyr, may ayından bura boşanma, yəni aliment hesablanır, 1 manat pul ödəməyib. Bugünkü gündə çıxıb reportajda deyir ki, mən belə sahibkar, güya xanımım mənim satıcım idi, kassada idi falan filan. Amma yəni bugünkü gündə 1 manat aliment ödəmir. Məhkəmədə də qeyd etdi ki, mən işləmirəm, mənim pulum yoxdur, aliment ödəməyə imkanım yoxdur. Təbii ki, hakim də bildirdi ki, bunun heç bir dəxlisi yoxdur, sən alimenti ödəməlisən. Və mən icra şöbəsinə sırağa gün yaxınlaşmışam, tələb eləmişəm. Buna görə də bu videonu çəkib ki, mən alimentdən imtina edeyim. Amma elə şey yoxdur, uşağının alimentini ödəyəcək. Orada da kommentlərdə biraz artıq əski yazırlar. Orada demək istəyirəm ki, tanımadan, bilmədən çox xahiş edirəm. Heç kimi günahlandırmaq lazım deyil. Heç kimə şər böhtan atan bir insana görə heç kimin haqqında yanlış fikirlər yazmaq olmaz. O insanın əl hərəkətlərindən, göz hərəkətlərindən diqqət eləsələr, görərlər ki, o insanın psixoloji problemi var. Əllərinin hərəkətlərinə, onun baxışlarına fikir versəz, onun üzünün şişkinliyinə fikir versəz, o insan alkoqolizmdən əziyyət çəkir. Ona müalicə, psixoloji, yəni o insanın psixoloji problemləri var. Bir həyat yoldaşının üstünə silahla hücum edən insanın böyük ehtimal ki, psixoloji problemi var.